Peyğəmbər buyurur, kim Əliyə məhəbbət göstərsə, sevgi göstərsə, itaət göstərsə, o cənnət əhlidir, iman gətirmişlərdən sayılır. Kim əgər Əliyə düşmənçiliyi varsa, nifrəti varsa, o demək iman gətirmir, o da cəhənnəm əhlidir. Bu açıq əşkərdir və bunun harasını istəyərsiniz? Sağlığında əleyhissalamı qısqanırdılar, həsədləri var. Həzrət Peyğəmbər əleyhissalam həc mərasimindən qayıdır. Sonuncu həc mərasimi ki, Peyğəmbər o sonuncu həc mərasimindən sonra dünyasını dəyişir. Minlərlə adam Peyğəmbərlə gəlib Qədirxum səhrasında onlar ayrılacaqlar. Dünyanın dörd tərəfinə yol var, oradan gediş var və hər kəs o həcdən sonra öz evlərinə qayıdırlar. Elə o zaman ayrılanda Peyğəmbərə ayə nazil olur. Əl-İmran surəsi buyurur ki, Ya Rəsulallah, sənə əmr olunanı cəmaata çatdır. Əgər bu əmri cəmaata çatdırmasan, 23 illik əziyyət çəkibsən İslamdan, 23 illik ki, zəhmətin var, o hədər gedəcək. Yəni, sənin risalətin tamamlanmayacaq. Əgər bu əmri cəmaata çatdırmasın, çox mühüm bir məsələdir. Görəsən, nə məsələdir ki, bu 23 ilin müqabilində bu işi sən görməlisən. Bu iş sonuncu işdir, bunu görməlisən. Görməsən, risalətin tamamlanmayıb və yarımçıq qalır. Peyğəmbər əleyhissalam bütün cəmaatı, orada olan insanları yığdı, dedi, eşidim sizə vacib bir xəbərim var ki, ayə nazil olundu. Dəvələrin yüklərindən qoydular, Peyğəmbər əleyhissalam çıxdı ora, tarixi hədisini buyurdu, Səqələyn hədisini. Buyurdu ki, mən sizə iki əmanət qoyuram. Bir, Allahın kitabı Quran-ı Kərim, bir də mənim itrətim, Əhl-i Beytim. Quran və Əhl-i Beyt bir-birindən ayrılmazlar. Onlar qiyamət günündə Kövsər qulağının yanında mənə birləşəcəkdir. Və daha sonra isə buyurur, mən sizə öz canınızdan artıq deyiləm. Dedilər, bəli. Həzrət Peyğəmbər buyurdu, Allah mənim mövlamdır. Mən də möminlərin mövlasıyam. Mən kimin mövlasıyam, bu Əli də onun mövlasıdır. Bu söz hər iki, yəni hər neçə təriqət ki var, onlara bəs edir bu söz. Mən kimin mövlasıyam, Əli də onun mövlasıdır. İlahi Əlini sevəni sən də sev, Əliyə düşmən olana sən də düşmən ol. Bu sözlər qızıl sözlərdir və bundan o tərəfi yoxdur ki,